Gürcü arzusunun fərqli fikirlərin artan şəkildə boğulması bu adla Helsinki Komissiyası bugün brifinq keçirməyi planlaşdırır. Komissiyanın yaydığı məlumata görə brifinqdə insan hüquqları sayəsində vəziyyətin pisləşməsi və fərqli mövqelərin cəzalandırılmasına yönəlmiş addımlar müzakirə olunacaq. Hakim komanda bu brifinqdən müsbət açıqlamalar gözləmir. Müxalifət isə hakimiyyətə qarşı sərt bəyanatların səslənəcəyini düşünür. Şalva Papaşvili sosial şəbəkədə yeni açıqlama yayıb. O bildirib ki, Gürcüstanla bağlı növbəti dezinformasiya yaymaq əvəzinə İsveç hökuməti əvvəlcə meydana çağırışlarla bağlı izahat verməlidir. Papaşvili İsveçin Xarici İşlər Nazirinin Gürcü radikalları meydan təşkil etməyə çağırdığı açıqlamasını xatırladıb. Gürcüstan-ABŞ münasibətlərinin yenidən canlanması gözləntiləri barədə Gürcüstanın Xarici İşlər Naziri Maka Boçorişvili danışıb. Bu kontekstdə o, ABŞ dövlət katibi Marco Rubio ilə baş tutan müzakirəni dəyərləndirib və bunun tərəfdaşlıq münasibətləri haqqında fikir mübadiləsi aparmaq üçün çox vacib imkan olduğunu bildirib. Xarici İşlər Naziri həmçinin Macaristana 2 günlük səfərini yekunlaşdırıb. Burada Peter Sijarto ilə görüşüb və Budapeşt Qlobal Dialoq Forumunda iştirak edib. Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Amerikalı həmkarının dəvəti ilə ABŞ-da səfərdə olub. Görüşlər 17 fevral tarixlərində keçirilib. Məlumatı Dövlət Təhlükəsizliyi Xidməti yayıb. ABŞ yaxın şərqdə ikinci aviadaşıyıcı zərbə qrupunun göndərilməsini nəzərdən keçirir ki, İranla danışıqlar uğursuz olarsa hərbi əməliyyatlara hazır olsun. Bunu Donald Trump açıqlayıb. Onun sözlərinə görə tərəflər ya razılaşma əldə edəcək, ya da ABŞ sərt addımlar atmalı olacaq. Trump bildirib ki, İran ABŞ-la razılaşmada maraqlıdır və hərbi təhdidlərdən sonra prosesə daha ciddi yanaşır. O, danışıqların ikinci raundunun gələn həftə keçirilməsini gözləyir. Respublikaçı konqresmen Anna Paulina Luna bildirib ki, Avropa İttifaqı tez-tez birlik siyasətini pozan dövlətləri cəzalandırır. Onun sözlərinə görə Avropa İttifaqı ilə əlaqələrin kəsilməsi və dövlətlərin qlobal miqyasda suverenliyinin bərpasının vaxtı çatıb. Avropa xalqları suverenliklərinə hörmət edilməsinə layiqdir, lakin Avropa İttifaqı tez-tez onun siyasətinə zidd gedən ölkələri cəzalandırır deyə o sosial şəbəkədə yazıb. Azərbaycan və ABŞ arasında strateji əməkdaşlıq haqqında xartiya imzalanıb. Azərbaycan prezidenti bildirib ki, sənəd son 6 ay ərzində hər iki ölkənin komandalarının səmərəli fəaliyyətini əks etdirir. İlham Əliyevin sözlərinə görə görüşdə iki tərəfli gündəliyin bir çox məsələləri müzakirə olunub və tərəflər təhlükəsizlik, antiterror əməliyyatları və enerji təhlükəsizliyi sahələrində sıx əməkdaşlığı davam etdirəcəklər. O, həmçinin ABŞ və Azərbaycanın müdafiə sahəsində əməkdaşlığa başladığını qeyd edib və Trump administrasiyasının mühüm nəticələrindən biri kimi Trans-Xəzər beynəlxalq marşrutunun reallaşdırılmasını göstərib. ABŞ-ın Maliyyə naziri Scott Bessent bildirib ki, ABŞ-Çin münasibətləri çox məhsuldar ola bilər. Onun sözlərinə görə hazırda iki ölkə arasındakı münasibətlər olduqca rahatdır. Bessent vurğulayıb ki, ABŞ və Çin həmişə rəqib olacaqlar, lakin ABŞ-ın məqsədi Çindən uzaqlaşmaq deyil, riskləri azaltmaqdır. Tbilisinin tarixi rayonlarında yerləşən qəzalı yaşayış binalarını şəhər meriyası satın alacaq. Söhbət 4-cü və 5-ci kateqoriyalı zədələnməsi olan binalardan gedir və bu bütün mülkiyyətçilərin razılığı əsasında həyata keçiriləcək. Tbilisi meri həmçinin kirayə haqqı və mənzillərin əvəzlənməsi proqramları barədə də danışıb.